Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bugün biz Koroğlu əsərinə keçirik. İndi hər bir dərsdə bir bu qolunu təhlil edəcəyik sizlə. Bugünkü qolumuz həmzənin qıratı qaçırması qoludur. Bir şeyi xatırladım ki, bu qol həm kitabda olan hissəsi var, həm də orijinaldan düşən hissəsi var. Biz hamısını bütöv şəkildə təhlil edəcəyik deyə bugün ümid edirəm ki, sizin üçün faydalı olacaq. Birbaşa keçək qolumuzun təhlilinə. Deməli, ümumiyyətlə Koroğlu dastanı Səfəvilər dövründə Cəlalilər hərəkatı ilə bağlıdır. Həmin hərəkat Osmanlıya qarşı çevrilmişdi deyə bu əsərdə də Koroğlu Osmanlı xodkarına qarşı mübarizə aparır və Osmanlının paşalarına qarşı onun mübarizəsi özünü əks etdirir. Deməli, yadda saxlayaq ki, əsərimizdə əsas başda duran, yəni Osmanlı padşahı xodkardır. Daha sonra paşalardır. Paşaların da ən belə adı çox çəkiləni Hasan Paşadır. Bu əsərdə əsərin əvvəlində xodkar paşaları, qoşun başçılarını Bağdad hadisəsindən sonra yanına çağırır və iclas edir. Və xodkar qorxurdu ki, Koroğlu indi güclənib, hər yerdə adı sanı var, gələcəkdə daha da güclənəcək. O güclənəndən sonra da biz artıq onun qarşısını ala bilməyəcək. Və buna görə də paşalardan, qoşun böyüklərindən tədbir istəyirdi. Paşaların müəyyən tədbirləri var idi. Birisi deyirdi ki, aldadaq qonaq çağıraq və burada məsələn onu asaq, tutub astıraq. Məsələn, biri deyirdi ki, adamlarını pulla alaq və həmin adamlar vasitəsilə onu öldürək. Biri başqa şey dedi, o biri başqa şey dedi. Ümumiyyətlə, heç kimin fikri qəbul olunmadı. Yəni, xodkar görür ki, heç kim gedib Koroğlunu özü öldürməyi bacarmır, ancaq müxtəlif vasitələrə alatırlar. Və orada bir nəfər var idi, Hasan Paşa, bayaq adını çəkdim. Hasan Paşa kim idi? Testlərə onun xüsusiyyətləri düşür. Deməli, Alı kişinin gözlərinin çıxarılması məsləhətini sürən adamdır. Özü Alı kişinin, yəni Koroğlunun atasının gözlərini çıxarmamışdı. Koroğlunun atasının gözlərini çıxaran Həsən xan olmuşdu. Hasan Paşa isə Həsən xana sadəcə bunu məsləhət görmüşdü. 2. Xodkarın sağ əli idi, yəni başda duran paşalardan biri idi. 3. Çox bacarıqlı qoşun böyüyü idi, 4 dava eləmənin min bir fənnini bilirdi. 3-lə 4 həmişə şagirdləri çaşdırır. Elə bilirlər ki, bunlar müsbət xüsusiyyətlər olduğu üçün yalnız Koroğluya aiddir, amma Hasan Paşaya aid xüsusiyyətlər götürəcəyik biz bunları. Deməli, məsələn, xodkar Hasan Paşadan soruşur onun fikrini. Hasan Paşa da deyir ki, mən sənin fikrimi təşrihdə deyəcəm. Çünki məclislərdə belə Koroğlunun adamları var ki, ona xəbər çatdıra bilərlər. Ona görə də paşa oradakı adamları uzaqlaşdırır oradan. Bu təbii ki, oradakı adamların xətrinə dəyir. Amma yenə də məcbur olub uzaqlaşırlar. Hasan Paşa təklifini xodkara deyir. Təklif belədir. Hasan Paşa xodkara deyir ki, biz Koroğlunun üzərinə üst tərəfdən hücum edək və Koroğlunun üst tərəfdən hücum eləsə onu basa bilərik və məğlub edə bilərik. Və bir şərti var bunun xodkardan Hasan Paşanın bunu yerinə yetirməsi. Deyir ki, əgər istəyirsənsə mən bunu bacarım, paşaların və qoşun böyüklərinin ixtiyarını mənə ver. Xodkar görək nə istəyir onu? Xodkar deyir ki, Hasan Paşa, yaxşı, fikrini qəbul elədim, amma sənə 40 gün möhlət verirəm. Baxın, 40 gün möhləti xodkar ona verir, özü istəmir. Sonra 2, ona deyir ki, sən bunu bacarsan, səni özümə sədr əzəm eləyəcəm, yəni baş vəzir eləyəcəm. Üstə ona deyir ki, bir də bacarsan şəhərə karvan gətizdir. Çünki bir Koroğlu karvan yollarının qarşısını alır və onun əlindən şəhərə karvan gətirə bilmirik. Bu təklifləri ona deyir. Hasan Paşa da deyir ki, mənim gözüm üstüm, mən tuta bilməsəm, laf özüm gələrəm, başımı qoyaram ki, kəsin başımı. Ümumiyyətlə, bunlar arasında bu danışıq olur. Xodkarın istəklərini yadda saxlayaq, Hasan Paşanın da şərtini yadda saxlayaq, bunlar testlərə düşən məqamlardır. Daha sonra Hasan Paşa gəlir Toqata, çünki o Toqatın başçısı idi. Toqata gələndən sonra bütün adamları yığır ətrafına və onlara deyir ki, biz Koroğlunun üzərinə üst tərəfdən hücum eləyəcəyik. Ortada mən gedəcəm, amma sağ və soldan hücum edən adamlar lazımdır, aramızdan könüllü olanlar. Görür ki, məsələn, heç kim buna ürəyi gəlmir. Sonra Hasan Paşa belə bir yola alatır. 2 dənə stəkan götürür, onların isə ləl salır, yəni qiymətli daş salır. Deyir ki, kim bu stəkandakı suyu əlli cibindən salsa, qızlarımdan birini və Toqat paşalığını ona verəcəyəm. Burada Bolu bəy adlı bir obraz ortaya girir. Bolu bəy kimdir? Bolu bəy Ərzincan paşası deyildi. Ərzincanda qoşun böyüyü idi və Hasan Paşanın böyük qızı Dünya xanıma aşiq idi. Lakin Dünya xanım onu bəyənmirdi deyə Bolu bəy də cürət edib elçi göndərə bilmirdi. Bilir ki, Hasan Paşa qızlarının xətrini istəyir deyə bu məsələ alınmayacaq. Ona görə Bolu bəy bunu fürsət kimi bilib özünü atdı qabağa və gəlib Hasan Paşaya dedi ki, mən gedərəm. Amma mənim də 2 şərtim var. Şərtlər nələrdir? Baxın,
Birinci şərti budur ki, deyir sən mənə Mehdər Murtuzu ver. Mehdər Murtuz kim idi? Mehdər adı ümumiyyətlə atlara baxan deməkdir. Mehdər Murtuz 7 il Koroğlunun yanında olmuş və onun atlarına baxmışdı. Ona görə Mehdər Murtuz istəyir ki, Mehdər Murtuz Çənlibəli yaxşı tanıyırdı. Oranın hər şeyinə bələd idi deyə buna kömək olacaqdı. İki də ki, Azman, yəni məşhur pəhləvanlardan biri olan Qəcar alını istəyir. Çünki güclü və şücaətli idi deyə birdən Koroğlunla baş-başa qalsaydı, Qəcar alı ən azı onun orada köməyinə çatacaqdı. Nəysə, bu şərtləri Hasan Paşa qəbul edir, Bolu bəy stəkanı isirləri salır cibinə. Həmin ərəfədə də bir elçi gəlir, həmin elçi də Ərəb Reyhanının elçisi idi. Ərəb Reyhanına məktub gətirir, Ərəb Reyhan deyir ki, eşitmişəm Koroğluya hücum edəcəksən, o bil ki, o mənim düşmənlərimdən biridir, mənim də ona ədavətim var. Mən də qoşulacağım bu hücuma. Hasan Paşa çox sevinir, elçini yedirdib içirdir və suyu elçi isirləri salır cibinə. Ümumiyyətlə, Hasan Paşanın oradakı adamları tamamlar. Deməli, üç tərəfdən hücum olacaq. Hasan Paşa ortaya başlıq eləyəcək, birinə Bolu bəy, digərinə də Ərəb Reyhanı. İndi bunlar tamamlanmaqda olsunlar. Biz bayaq Mehdər Murtuzun adı çəkildi. Koroğlunun 7 illik əvvəlki ilxıçısı, sonra xəyanət edib. Mehdər Murtuz burada gəlib Hasan Paşaya deyir ki, canım gözüm, sən Koroğluya hücum edirsən, amma yadda saxla ki, Koroğlunun gücünün yarısı Qıratdadır. Sən əgər Qıratı ələ keçirsən, demək olar ki, bizim Koroğlunu ələ keçirməyimiz çox rahat olacaq. Hasan Paşa bu təklifi bəyənir və məclisdəkilərə deyir ki, kim gedib Qıratı gətirə bilər? Hamı qorxusundan bu işə razı olmur. Amma bir nəfər var idi ki, özünü məclisə bitər salmışdı. Ümumiyyətlə, malı mülkü olmayan, sayılıb seçilməyən bir insan idi. Bəli, söhbət Kəsəl Həmzədən gedir. Kəsəl Həmzə köçdü qobağa, dedi, mən gedəcəm, mən gətirə bilərəm onu. Amma bu da bir şey qarşılığında təbii ki, bunu gətirəcək də. Hasan Paşa deyir ki, sən onu gətirsən, yəni Qıratı gətirsən, mən sənə dünya malı verərəm. Kəsəl Həmzə deyir ki, mən dünya malı təklidi istəmirəm. O deyir, bəylik verərəm, yenə qəbul eləmir. Deyir, oğulluq verərəm, yenə qəbul eləmir. Deyir ki, bəs Aziz alım, sən bu qədər şeyi niyə qəbul eləmirsən? Bəs sənin istəyin nədir? Kəsəl Həmzə gəlir dilə, deyir ki, mən bilirəm ki, sən bunların üçünü də mənə bir yerdə verən deyilsən. Buradakı təklifdə mənə lazım deyil. Gəl belə eləyək, sən böyük qızıvı Bolu bəyə verdin, Dünya xanımı. Kiçik qızı Dona xanımı da mənə ver. Mən sənin qızıvı alsam, oluram sənin kürəkənin. Kürəkən də ki, qaynataya daha yaxındır deyə, həm dünya malı mənim olacaq, həm bəylik vermiş olacaqsan, həm də ki, oğulluğun olacaq da avtomatik olaraq. Adam çox ağıllıdır həqiqətən də. Deməli, Hasan Paşa birinci ürəkdən razı olmursa, fikirləşir ki, bu Qıratı gəlsin, onsa Koroğlunu tutacaq da. Qızından keçir və razılaşır. Hətta qızını Kəsəl Həmzəyə verməyə dair kağız imzalayır, möhür vurur. Bunda Kəsəl Həmzə ondan tələb edir ki, mən kağız imzala, birdən gətirərəm, sonra deyərsən ki, alınmır. Ona görə Kəsəl öz kəsəlliyini eləyir və möhrünü, kağızını alır, ondan sonra gedir Koroğlunun Qıratını gətirməyə. Deməli, əsərin indi orijinalda olan hissəsindən davam edirik. Hasan Paşa bu ərəfədə deməli, namə, yəni məktub yazıb Əhməd Tacirbaşıya göndərdi, Ərzurumlu. Dedi ki, özünü tez çatdır bura. Niyə Ərzurumlu Əhməd Tacirbaşını çağırtdır yanına? Çünki axı Xotkar ona demişdi ki, mən üçün karvancı. Bu da Tacirbaşıdır, karvan işlərinə baxırdı. Onu çağırır ki, bu karvan məsələsini də həll etsin. İndi Həmzə də yola qoyulur, gəlir Çənlibələ. Həmin ərəfədə də Koroğlu Ağqaya adlı bir yerdə karvanların gedişatını izləyirdi. Nəysə, elə olur ki, Həmzə ilə bunlar qarşılaşırlar. Həmzə baxır Koroğlunun boy-buxununa, şəstinə, onun duruşuna baxır, anlayır ki, Koroğludur da bu. Başlar özü türkülüyə vurmağa və ona deyir ki, mən ilxıçıyam, Həmzə ona deyir, mən ilxıçıyam və indiyə qədər heç ki mənə hörmət eləməyib, səbəb də Kəsəl olmağımdır və Kəsəl olduğum üçün hər yerdən qovulmuşam. Eşitmişəm ki, Koroğlu adlı bir qəhrəman var, gəlmişəm ki, ən azı Koroğlu mənə evinin qapısında bir iş versin, işim bitər, başımı dolandırım. Çünki Koroğlu bilirəm ki, məni geriyə çevirməz. Hətta sonra Koroğlu etiraf edir ki, mən Koroğluyam da. O da Həmzə başı artist eləmə, ağlamağa başlayır ki, məni ya öldür, ya qapından qovma. Koroğlu da deyir ki, kişi bir qarünsürəyə görə ağlamaz, dur, gəl. Ümumiyyətlə, Koroğlu Kəsəl Həmzəni orada götürür, gətirir. Çənlibələ. Hətta orada Kəsəl Həmzə deyir ki, mən ilxıçı olduğum üçün ata baxa bilərəm. İstənilən bir at verərsən, baxıb onu sənin üçün çox qəşəng vəziyyətə gətirərəm. Dəlilər və xanımlar Həmzəni görən kimi görürlər ki, bu adamın gözləri qaynayır da. Yəni, güvən verəsi adam deyil. Olur, ilk baxışda görsən, bilirsən ki, bu adamdan güvən gəlmir. Onlar gəlib Koroğluya deyirlər. Koroğluya deyir ki, yazıqdır da, qalsın burada.
süfrəmizin çörəyindən verərik. Yəni heç kimə də ziyanı olmaz. Nəysə bitər razılaşırlar. Hətta Koroğlu Həmzənin adını Kaloğlan qoyur. Yadda saxlayaq bu məqamı da. Deməli, burada yadda saxlamalı olduğumuz məqamlar hansılar idi? Ata baxmaq təklifini keçir, Həmzə verir. Koroğlu adını Kaloğlan qoyur. Koroğlu həmin ərəfədə Ağqayada ətrafa baxırdı və Həmzə özünü İlxıç kimi təqdim edir. Bu hissələrin vacib məqamları bunlardır. Amma bundan sonra daha maraqlı hissələr gəlir. Deməli, Koroğlu ki gətirdi onu, ona baxmağa birinci bir yabı verir. Yabı ümumiyyətlə arıq, cılız bir ata deyilir. Yabı verir, Kəsən Həmzə başlayır yabıya baxmağa. O qədər qəşəng baxır yabıya. Qısa bir zaman ərzində yabı kökəlir, olur çox qəşəng bir at. Koroğlu bunu görür. Həmin ərəfədə də Dürat biraz arıqlamışdı. Deyir ki, gəl sənə Düratı verim, Dürata bax. İndi Düratı verəndə buna dəlilər və xanımlar yenə razı olunurlar. Deyirlər, ay Koroğlu, nə edirsən sən Düratı? Dürat hara, bunu tanımadı birini tapşırmaq hara. Koroğlu da yenə bitər onları razı salır. Həmzə baxır Dürata, biraz qəşəng vəziyyətə gətirir. Sonra birdən-birə onun çörəyin suyunu kəsir. Bir siyasəti var da ağlında. Dürat başlayır arıqlamağa. Koroğlu gəlir, Dürata məsələn arıqlamağa başlayır. Koroğlu gəlir Həmzəyə deyir ki, Həmzə nə olub? Bu at niyə belə arıqlayır? Həmzə deyir ki, yəni bu sıxılır da tövlədə bağlamısan. Yəni heç yerə gedəsi yeri yoxdur, ona görə biraz hava almalıdır filan. Həm Koroğlu götürür nə edir? Düratın ümumiyyətlə o yüyənin açarını verir Həmzəyə, deyir ki, ala özün şey eləyərsən. Dəlilər və xanımlar yenə buna da razı olmalılar. Deyir, tanımadığın birinə sən atın açarını niyə verirsən? Koroğlu amma yenə də onlara məhəl qoymur və artıq açar Həmzədədir də. Günlərin bir gündə Həmzə fikirləşir ki, mən nə eləsəm də Koroğlu onsuz da Qıratın açarını mənə verməyəcək. Mən yaxşısı Düratı oğurluyum, aparım Toqata və deyərəm ki, Qıratı gətirmişəm. Oradakılar da nə bilir ki, Qırat necə atdır, yəni çünki Qıratla Dürat oxşuyurdu axı bir-birinə. Ona görə də Həmzə götürür, Düratı qaçırır. Qıratı yox, bax, Düratı qaçırdır. İndi o hadisədən sonra səhərsi Dəli Mehdər, yəni Koroğlunun atlarına baxan, Koroğlu gətirib xəbər verir ki, Dürat yoxdur ortalıqda. Hə, deməli, indi də dəlilərə bu lazımdır. Dəlilər bu qədər Koroğluya demişlər ki, bunu eləmə, filan fəsməkan. İndi də dillərinə söz düşür. Deməli, ona dedilər ki, sənə demişdik də belə hərəkət eləmə filan. Koroğlu da dedi ki, nə olub, oğruyub düşərəm dalınca, Qırat ki durur, Qıratla gedərəm, gətirərəm atı. Ümumiyyətlə, Qıratı hazırlaşdırırlar, Koroğlu minir Qırata, düşür Həmzənin dalınca. Həmzə də indi Düratla gəlir, 40 dəyirman adlı bir yerə çatır. Uzağa baxır, görür ki, o iddiadan bir toz gəlir. Toz belə aralan kimi görür, Koroğlu Qıratın üstündə, ildırım kimi bunun üstünə gəlir. Tez özünü çatdırır dəyirmana, girir dəyirmançıya deyir ki, ay dəyirmançı qardaş, məni Hasan Paşa göndərib, deyib dəyirmançıya xəbər ver, Koroğlunun ilxısına qotur düşüb və onun üçün də o qoturun sağlanması üçün dəyirmançı beyni lazımdır. Koroğlu gələcək, sənin başını kəsib beynini götürəcək. Dəyirmançı da ailə uşaqlı adam idi, qorxuya düşür, deyir ki, mənim ailəm var filan, nə eləmək olar? Həmzə deyir ki, heç nə, gəl paltarlarımızı dəyişək, sən özü, məsələn, dəyirmançı paltarları mənə ver, gizlən içərdə. O da qorxusundan razılaşır buna, paltarlarını dəyişirlər, bu dəyirmançı gedir, dəyirmanın içində gizlənir. Həmzə də özünü salır unun içinə, çıxır çölə. Koroğlu ora çatında artıq Kəsən Həmzəni tanımır. Deyir, haradadır Kəsən Həmzə? Kəsən Həmzə də ilxısı forması ona deyir ki, içəridə gizlənib, yalandan deyir. İlxısını əslində o dəyirmançını göstərir ona. Dəyirmançı formasını onu aldadır. Koroğlu atdan düşür, Qıratın yüyənini verir, əslində Həmzəyə, elə bilir ki, dəyirmançıya verir. Girir içəri, həmin adama yaxınlaşır, adam az qala o dəyirmanın çarxını öldürsün, onu çıxarır oradan. Görür ki, bu Həmzə deyil, bu dəyirmançının özüdür. Anlayır temanı ki, Həmzə bunu aldalıb. Həmin ərəfədə də Həmzə artıq Qırata minmişdir. Qırat kimi bir vəhşi ata minmək üçün də 2 dənə səbəb var idi. 1. Həmzə həmin ərəfədə, bu Dürata baxan ərəfələrdə özünü Qırata mehriban eləmişdi. Yəni Qırat tanıyırdı bu adamı. 2 də ki, Koroğlu ümumiyyətlə atın yüyənini kimə versəydi, Qırat əsasən ona tabi olardı. Yəni onu üstünə götürərdi. Belə bir xüsusiyyəti var idi. Nəysə, Koroğlu çıxır çölə, görür ki, Həmzə Qıratın üstündədir. Biraz da hətta uzaqdan dayanıb buna baxır. Orada Koroğlunun işlətdiyi bəzi şeir örnəkləri var. Birinci şeir örnəyi incitmə Qıratıdır. Yəni narahat olur. Görür ki, Qıratın ümumiyyətlə yüyənini belə düz tuta bilmir. Deyir ki, Həmzə incitmə Qıratı. Bu gəraylıdır. Sonra ona deyir ki, Qıratdan düş, mən sənə dünya malı verərəm, narahat olma. Əgər sən dünya malına görə belə bir şey edirsənsə. Həmzə də deyir ki, ay Koroğlu, mən bilirəm ki, mən düşəndən sonra məni öldürəcəksən də, dünya malı verəsi deyirsən. Və burada
hətta Koroğlu ondan soruşur ki, sən bu atı nəyə görə aparırsan? Səbəb nədir? Həmzə orada həqiqəti dilə gətirir. Deyir ki, Hasan Paşa istəyir ki, aparıram. Amma burada biz Keçəl Həmzənin ziddiyyətli obraz olduğunu görürük. Baxın, ziddiyyətli obrazı ona görə ki, orada deyir ki, Koroğlu narahat olmayın. Mən bilirəm ki, sən onsuz da Toqata gəlib bu atı alacaqsan. Mən sənin hətta bir tükünü də Hasan Paşaya vermərəm. Siz bunu aparıram ora, hətta sən ora gələndə belə mən atın o yüyənini özüm sənə verəcəm. Yəni burada biz görürük ki, Həmzə əslində Koroğlunu sevir. Sadəcə bilmirəm ağlına indi bir siyasət qurub, ona görə bu hərəkət eləyir. Ona görə burada Həmzənin Koroğluya həm mehriban davranışı, həm də xəyanəti onu ziddiyyətli obraz edir. Bunu yadda saxlayaq. Koroğlu ondan sonra isə Keçəl Həmzəyə vermə qoşmasını oxuyur. Bu qoşmada yəni deyir ki, sən qıratı ki, Pulazada dəyişirsən, həm də Hasan Paşanın qızına dəyişirsən. Yadda saxlayaq, qırat o qədər dəyərli atdır ki, sən onu 80 min xəzinə pula vermə, 80 min kötanlı kala vermə, 80 min ərgənə dula vermə, yəni qadınlara belə dəyişmə yine bu qıratı. Daha sonra isə Koroğlu son üçüncü olaraq at igidin qardaşıdır qərarısını oxuyur. Dördüncü olaraq qoymaram qoşmasını oxuyur. Yəni deyir, gələrəm sən o Toqata, orada belə baş qoymalam falan şey qoyma, yəni hər şeyi dağıdaram, qıratı alaram. Beşinci olaraq isə Koroğlu qərarısını oxuyur, yəni o rədif olaraq. Yəni bunlar rədiflərin adlarıdır. Mən bunları niyə yazmışam? Qoy sizə belə izah edeyim. Sən əgər bu şeirin rədifində at igidin qardaşıdır sözünü görürsənsə sonda, qoymaram sözünü görürsənsə, Koroğlu sözünü görürsənsə, bil ki, bu şeir bu əlifbədə oxunmuş şeirdir. Yəni xronoloji suallarda ümumiyyətlə o hansı məqamda işlədilmə məqamında bunları əzbərin sizin işinizə yarayacaq. Koroğlu qərarəsini oxuyanda da çünki olduğun dəyirmançı çağır gəlsin dən Koroğlu deyir. Bu əslində məsələdə çevrilir daha sonralar. Niyə? Çünki gəlmişdi ora niyə qıratı alsın da. İndisi gəlib artıq Həmzə də əldən çıxdı. Bu qədər sözdür də Həmzə anlamadı, getdi. İndi qalıb dəyirmanda, özünə deyir ki, çünki olduğun dəyirmançı çağır gəlsin dən Koroğlu. Yəni o çətin vəziyyətdə özünün dəyirmançı kimi orada mizah eləyir. Bu da həmin Koroğlu qərarəsindəndir. Koroğlu ümumiyyətlə o qədər qəzəblənir. Bir gün orada keçirir, sabahsı gün olur. Görür ki, atı da azdır, özü də acıdır. Və qarşıdan da bir kişi iki öküzlə gəlir ora. Nəysə bu kişinin qabağını kəsir, ona deyir ki, çuvallarda nə var? Deyir ki, ikisində arpa, ikisində də buğda var. Arpaları birləşdir, bir çuvala tökür, verir ata. Öküz də kəsir, ətindən kebab çəkib yeyir. Görür ki, kişi buna baxır, fağır. Kişinin də pulunu 2 qat verir ona. Ondan sonra isə Koroğlu qayıdır hara? Sənli belə. Burada çox maraqlı məqamlar var. Ümumiyyətlə əsərdə ən sevdiyim hissələrdən biri bu hissədir. Niyə? Çünki çox gözəl şəkildə təsvir olunub Koroğlunun psixologiyası, dəlillərin ona münasibəti çox realistik təsəvvür olunub. Deməli, Koroğlu Çənlibelə çatanda ona təzə sövdagar olubsan, yəni təzə alverçi olubsan, bu sövda mübarək olsun deyən Eyvaz olur. Nigar xanım olmur. Eyvaz onu kinayə ilə qarşılayır. Və Koroğlu da burada görür ki, dəlilər artıq onun üzünə baxmırlar. Hamısı başa düşürlər də, dəyirmanda Həmzə bunu alladıb. Çünki Koroğlu düratla qayıdır, amma qırat yoxdur ortalıqda. Həm də orada Koroğlu artıq öz-özünə təsəlli verir. Deyir ki, şad ol, könüldən məl olsan, yəni niyə üzgünsən, niyə qəmginsən, qərarəsini oxuyur. Dəlillərin də beyni sönür, deyir ki, Koroğlu ki, bizim sözümüz Koroğlunun qarşısında dəyəri yoxdur, onda biz gedərik. Koroğlu da deyir ki, kim getmək istəyir getsin, mən heç kimi məcburan saxlamıram burada. Orada artıq dəlillər bir Dəmirçioğludur, Eyvazdır, məsələn, Dəli Həsən filan bir getmək istəyirlər. Onlara saxlayan, getməyə qoymayan Nigar xanım olur. Və Nigar xanımın müsbət xüsusiyyətləri çoxdur. Nigar xanım ümumiyyətlə dəlilləri idarə edən bir mexanizmdir. O qolda, yadda saxlayan bunu. Deməli, sonra Koroğlu görür ki, Nigar da Koroğludan inciyib. Nigara xitabən, üzüm məndən niyə döndü, qərarəsini oxuyur. Ondan sonra da Nigar da Koroğluya cavab olaraq qədrin nə bilir qərarəsini Koroğluya qarşı söyləyir. Yəni, ümumiyyətlə, burada Eyvazın şeirinə, Nigarın şeirinə və Koroğlunun şeirinə yer verilmişdir. Bunu yadda saxlayaq. Ümumiyyətlə, Nigarın sözləri də Koroğluya təsir edir. Koroğlu 3 gün, 3 gecə üzü üstə aç susuz yatır. Onun bir xasiyyəti var idi. Pis bir hadisə olanda yıxılardı yerə, acığından, inciməyindən yatardı. Öz səhvini artıq başa düşmüşdü Koroğlu ki, mən necə bir səhv eləmişəm. 3-cü günü yuxu görür. Bax, bu yuxu məsələsi testdə düşən məqamdır, diqqətlə qulaq asın. Yuxumda bu mərhələdə görür. Yuxuda görür Toqatdadır, atının üstündədir, Hasan Paşanın qarşısındadır. Ondan sonra isə deməli, bu yuxusundan oyanandan sonra artıq dəlilər görürlər ki,
Koroğlu həqiqətən pis vəziyyətdədir. Öz-özlərinə deyirlər ki, gəlin onun könlünü alaq da biz düz hərəkət eləmirik, incidirik bu qədər bu kişini. Nigarla danışırlar, deyirlər ki, ya sən ya da Eyvaz get onun könlünü al. Eyvazı razılaşdırırlar. Eyvazı razılaşdırandan sonra Eyvaz gəlir Koroğlunun yanına. Görür ki, məsələn, Koroğlu Eyvaza baxanda görür Eyvazın da gözləri dolub artıq, elə bir səmimi vəziyyət yaranıb. Ondan sonra isə Koroğlu yuxusunu da görəndən sonra bu şeiri oxuyur. Dayan, qoç Koroğlu, dayan, sözlərini elə bəyan, yatıbsan qəflətdən oyan, gördün, düşdümü nədir? Bu yuxusunu görəndən sonra özünə deyir. Bu misrada müraciət var da, qoç Koroğlu deyən. Biz elə bilirik ki, bunu başqası Koroğluya deyir. Bu nədir sual rədifli şeir? Koroğlunun özünə məxsusdur. Bunu yadda saxlayaq. Bu ərəfədə yuxudan sonra özünə deyir də, gördün, düşdümü, yuxudurmu, nədimi? Oyanandan sonra bu şeiri oxuyur. Daha sonra isə görür ki, Nigarın səsi gəlir. Nigar saz oxuyur, çalıb oxuyur. Amma harda oxuyur? Yağı qoruğunun yanında. Bunu yadda saxlayaq. Yağı ümumiyyət qoruğunun adıdır. Nigarın şeiri hansıdır? Ay bu gələn yar olaydı şeiridir. Təbii ki, bu Koroğlu üçün oxuyur ki, onun könlünü ələ alsınlar. Çünki dəlilər artıq istəyirlər ki, Koroğlunun könlünü ələ alsınlar. Sonra Koroğlu dəlilərlə barışır. Eyvaz axı çıxmışdı bax qarşısına. Dəlilərlə barışır. Qoymarla qoşmasını burada oxuyur. Ondan sonra da dəlilərlə bu hadisələrlə danışandan sonra gedib Toqata ki, Qıratı Hasan Paşadan alsın. Yəni bu əsas hissə bura kimi yaxşı təfərrüatlar yadda saxlayaq. Deməli Koroğlunu qarşılayıb sövdəgar olubsan deyən Eyvaz oldu. Sonra o yağı qoruğunda saç salıb oxuyan Nigar oldu. Üçüncü gün yuxu görən Koroğlunun özü oldu. Yuxuda özünü Toqatda görmüşdü. Koroğlunun qarşısına Eyvazı göndərdilər ki, Koroğlunun könlünü alsın. Bu məqamları biz təfərrüatlı şəkildə yadda saxlamalıyıq. Məsələn, Koroğlu gəlir Toqata. Toqatda bir qarının qapısını döyür. Qarı, yəni qoca qadın qapını açır. Koroğlu onun evində qonaq olur. Onun evində qonaq olanda da ona deyir ki, ona pul verir. Deyir ki, mən üçün aş bişir, böyük, çox bişir. Mənim qonaqlarım gələcək. Qarı da qonaqlarım gələcək, bana çox aş bişirir. Sonra başı gətirirlər. Birinci qarnının o patnosa gücü satmır. Koroğlu gətirir, qoyur Koroğlunun qabağına. Deyir, sənin qonaqların nə oldu? Deyir ki, onlar bugün gəlmədilər, sabah gəlirlər, sazı da onda çalaram, başı yeməyə. Qarı təklif edir, qarı da deyir ki, istəmirəm. Məsələn, qarı fikirləşir ki, o yekə aşdır da, bunu nətər yeyəcək? Biraz yer doyar, qalanı mən yeyərəm. Nəysə, Koroğlu bir qaşıq yeyir, onun yarısı demək olar ki, boşalır, çünki çox yeyəndir, bir pəhləvandır deyə. İki qaşıq yeyir, qarı görür ki, biraz da yesə, heç nə qalmayacaq ortalıqda. Hə gəlmək istəyir, yesin, axı özünə söz verir, yeməyəcəm də. Koroğlu başa düşür bunu, qarıya deyir ki, qarına yemək edə, qarnını artıq burada saxlamaq olar. Gəlir Koroğluna bir yerdə yemək yeyirlər. Sonra axşam yatmaq vaxtı olur və Koroğlu qarının dilindən görə hansı xəbərləri öyrənir. Deyir ki, sabah burada olacaqsanmı? Qarı deyir, yox, sabah mən toyda olacağım. Kimin toyudur? Qarı deyir ki, Həmzə bəyin toyudur, sabah toyu olacaq. Görək qarının dilindən biz nələr öyrənir. Testdə düşən məqamlara diqqətdən qulaq asaq. Bir, sabah deyir Həmzə bəyin toyu olacaq. Həmzə bəy Qıratı gətirib bura. Hasan Paşa ona qızını və bəylik verib eyni zamanda, həm də ona xanımı, həm də bir bəylik verib. Sonra Qırat Hasan Paşanın tövləsindədir, orada saxlanılır və demək olar ki, Qırat yanına da heç kimi buraxmır. Nəysə, Koroğlu ki, bunları öyrəndi, bildi, sabah gedir özü toya. Toya gələndə yadda saxlayaq, özünü orada aşıq kimi təqdim edir. Bax, yadda saxlayın, Kəsəl Həmzə Koroğluya özünü ilxısı kimi təqdim eləmişdir. Koroğlu Toqatda özünü Hasan Paşa gilə aşıq kimi təqdim edir. Deməli, indi buradakı təfərrüatlara baxaq. Koroğlu gəldi, Hasan Paşa özünü aşıq kimi təqdim elədi və hətta deyir ki, mən Koroğlunu da tanıyıram, onun Qıratını da tanıyıram. Bunu atır təbii ki ortaya. Çünki məsələ burasındaydı ki, Qırata Hasan Paşa Toqatı gətizdirəndən sonra Qırat heç kim yanına buraxmırdı və çox vəhşi bir at idi. İndi Koroğlu da bunu bildiyi üçün deyir ki, Koroğlu əvvəllər məni oğurub gətirmişdi Qıratın yanına. Mən saz çalanda Qırat düzəlirdi. Onun için cin girmişdi və Koroğluya demişlər ki, ancaq saz, aşıq saz çalsa o cin onun içindən çıxır. Və Hasan Paşa da bunu eşidəndə Hasan Paşanı saxlamaq olar. Tapşırır ki, bu adamı heç yerə qoymayın da. Yəni bu onsuz da Qıratı sakitləşdirə bilirsə, elə biz bunun vasitəsilə Qıratı sakitləşdirərik. Deməli, onda belə razılaşırlar ki, birinci gedib bunu qarı doyursunlar. Bunu bir əskər aparır aşağı hissəyə, onun qabağına qazan qoyur. Koroğlu elə yemək yiyir ki, bu adam şübhələnir, ona deyir ki, sən Koroğlusan. Koroğlu da elə bilir ki, öz adamlarla deyir, hə Koroğluyam. Bu adam bunu öyrənəndə qışqırmaq istəyəndə Koroğlu tutub onu salır qazanın içinə. Koroğlu çıxır çölə, qarnını doyuzdurur. İndi Hasan Paşa da götürür Koroğlu istəyir salsın Qıratın yanına. Deyir ki, Koroğlu da şərt qoyur. Deyir ki, mən Qıratın yanına girsəm, görsəm mənim yanına buraxır, girərəm, buraxmasa girməyəcəm.
Hasan Paşa da arxa tərəf adamlarına tapşırmışdı ki, bir də qapıya yaxınlaşır, itələyən bunu Qıratın yanına, qapı bağlayır. Nəysə, Koroğlu gəlir Qıratın yanına, o girir. Qırat da onu tanıdığı üçün təbii ki, Koroğlu özləm türklədirmiş, gedərir Qıratla. Və orada oxuduğu şeylər gərəkli qoşmasıdır. Qıratı tərif eləyəndə oxuyur. Bir də Qıratçı olay gərəylısını oxuyur. Və Hasan Paşa da ona deyir ki, sən əgər Qıratı düzəltsən, mən səni dünya malından qəni eləyəcəm. Nəysə, indi Koroğlu içərdədir. Minir Qıratın belinə. Çölə çıxmaq istəyəndə Hasan Paşa Qıratın qorxusundan qalanın burcuna çıxır. Yada saxlayır, testdə düşüb. Deyir ki, Hasan Paşa qalanın burcuna niyə çıxmışdı? Deyəcək, Qıratın qorxusundan çıxmışdı. Onu hələ bilmirdi, Koroğludur, güya yox. Yəni, Koroğlunu tanımırdı və Qıratın qorxusuna ora getmişdi. Və həmin ərəfədə Kəsəl Həmzə indi Bəydaxı gəlib Dona xanımın yanına. Dona xanım da bundan zəhləsi gedir. Hətta Dona xanım oradan çox maraqlı bir cümlə deyir. Deyir ki, sən heç utanmadınmı bir qızdan ötürü belə bir igidin atını oğurladın? Bu testə düşən cümlədir. Yəni, Hasan Paşanın kiçik qızı Dona xanıma aid bir cümlədir. Həmzə də deyir ki, nə olsun ki, yəni bazarmışam da faktiki bu işi. Dona deyir ki, mənə aidiyyəti yoxdur. Sən atı gətirmənə məsələ həll olmur. Get, Koroğlunun özünü gətir. Mən Koroğlu görəndən sonra mən səndən artıq olacağım, həqiqətən də arvadım. Nəysə, Həmzə də fikrə getdi ki, nətər olacaq bu. Bir də gördü ki, uzaqdan bir nəfər atın üstündədir. Baxdı, gördü Koroğludur. Vəziyyəti dərhal da anladı və gəldi Koroğlunun yanına. Koroğlu dedi ki, söz dərmandakıdır. Yəni, dərmanda sənə demişdim, gələrsən bura üzəngidə özüm sənə verəcəyəm. Həmin yerdə də Koroğlu Həmzədən soruşur ki, Həmzə, burada neçə çıxış yolu var? Həmzə 5 dənə çıxış yolu orada təklif eləyir. 5 çıxış yolu yadda saxlayar. Deməli, ondan sonra gəlir Dona xanım yanına, deyir ki, Dona, biz demişdik, Koroğlunu görsəm razılaşacağım da evlənməyə. Koroğlu deyə oradadır. Məsələn, bu Hasan Paşanın işləri, Kəsəl Həmzənin işləri də yoluna düşür. Gəlir Koroğlu çıxır Hasan Paşanın qabağına, o da bürcdən Koroğluya baxır təbii ki. Var gəraylasını oxuyur və özünü tanıdır buna. Və o şeirdə də özünün Muradbəylidən olduğunu deyir. Ümumiyyətlə, bu Muradbəylidən olma teması bir Koroğlunun bu qolunda var. Bir də o Durnateli qolunda var ki, orada da qocaya demişdi ki, biz Muradbəyli tərəfdənik və tacirik. Muradbəylidən olduğunu deyir. Və oradakı paşalar, məsələn, igidlərdən biri, igid üzrüsəm, igid dedim ona, oradakı Hasan Paşanın adamlarına bir Hasan Paşaya deyir ki, bunun danışığından bu aşığı Koroğluya oxşur. Elə bunu demişdi ki, Hasan Paşanı elə bir yuxudan oyatdılar. Gördü, bu doğrudan Koroğluya oxşur da bu, mənim ağlıma gəlməyib. Bunu Həmzədən soruşurlar, Həmzə də deyir ki, bəli, o artıq Koroğludur, amma Həmzə bilir ki, bunun deməsinin artıq önəmi yoxdur. Çünki Koroğlunu tanısalar da ona nəsə elə bilməyəcəklər, çünki Koroğlu Qıratın belindədir. Nəysə, Koroğlu bütün yolları əl atır, görür ki, alınmır quru yolları. Axırda da Hasan Paşa o Tona çayının yolunu açıq saxlamışdı. Bilir ki, bura kim girsə boğulacaq da. Amma Koroğlu Qıratı salır bu çaya, orada da bir şeir oxuyur, Qırat çaydan çıxır və Koroğlu qurtulur. Hətta orada Hasan Paşa deyir ki, sənlə bizim görüşümüz sonraya qalsın, sonra haqq-hesab eləyəcəyik səndən. Ondan sonra Koroğlu oradan gəlir, Çənlibelə, Çənlibel üstündə darıxmışdı bir xeyli. Igidlər gəlirlər, görürlər Koroğlunu, onun qarşısına çıxırlar. Nigar görür Koroğluya söz atmaq üçün ona deyir ki, Koroğlu, hər şey yaxşıdır, amma sən biraz qarasan. Koroğlu əsərin sonunda Nigara qara deyilmi gəraylısını oxuyur. Koroğlunun fikrinə görə Koroğlu məsələn Nigara deyir ki, sən mənə qara deyirsən, amma sənin gözündəki sürmə, saçın və ümumiyyətlə gözünün özü bunlar qara deyilmi? Yəni Nigara da öz cavabını qaytarır, əsərin sonu belə sonlanır əslində. Burada yadımızda olan testdə düşən məqamlar hansılardır? Tona çayından Koroğlunun çıxmasını yadda saxlayaq, Muradbəylidən olduğunu deyir, 5 çıxış yolunun olmasıdır, Dona xanımın Həmzəyə şərtidir ki, deyir, Koroğlunu gətirsən, mən razılaşacağam səndən evlənməyə. Sonra Hasan Paşanın o aşığa təklif edən Koroğluya. Bir də Koroğlunun oxuduğu şeyləri yadda saxlayaq, qarının dilindən Koroğluya deyilən yeni məlumatlar testdə düşən məqamlardır. Bunların hamısını öyrənsiniz, bəli, bu dərsin öhdəsindən gələcəksiniz bu mövzunun öhdəsindən. Bir də ki, məsləhət görərəm ki, gedib mövzunun orijinaldan öz-özdə oxuyun, orada şeir nümunələrinə canlı tanış olun. Bu izah sadəcə olaraq sizə təkrar olaraq bir şeyləri xatırlatmaq üçündür. Videonu bəyənməyi, növbəti videolara baxmağı, kanala abunə olmağı yaddan çıxarmayın. Növbəti çəkilişdə görüşənədək.